İnsan ona görə hər şeyə bağlanır ki, onun özündən asılı deyil. Allah onu belə yaradıb. Nəyə bağlanır? Ona xoş olan şeyləri. Allah da bu dəyişkənlərə istəmir biz bağlanaq. Onu deyil, bəs məni onda niyə bağlanan yaratmısan? Deyir, istəyirəm mənə bağlanasan. Başını yuxarı qaldırasan, məni görəsən, mənə bağlanasan. Bu bağlanmaqlarda heç vaxt əlindən çıxmayacaq. Bu bağlılıqlar sənin heç vaxt əlindən çıxmayacaq deyə sən narahat olmayacaqsan. Və bundan aşağıda hər bir şey sənin üçün normal olacaq. Çünki həyat dəyişkəndir. Dəyişkən varı yoxa çevirir. İtkilər veririk biz. Əlimizdən çıxır, köhnəlir, dəyişilir. Dostların münasibəti dəyişilir, ailənin münasibəti dəyişilir. İnsan tək qalır. İnsan bir gün səs-küydədir, bir gün tənhadır. Bu gün evdədir, bir gün xəstəxanada, palatadadır, təkdir. Bir gün qohumların yanındadır, bir gün xəstələrin yanındadır. Bir gün də qəbr evindədir. Bax, bu dəyişkənlik həyatda var. Amma dəyişilməyən bir şey var. O da Allahdır. İnsan gözünü Allaha dikməlidir.